Yaşı 18-dən çox olan şəxslərə ilk dəfə şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı istənilən Asan Xidmət Mərkəzinə müraciət oluna bilər. Zəruri sənədlər, doğum haqqında şəhadətnamə, qan qrupu, boyun ölçüsü və gözün rəngi barədə tibbi arayış, ailə vəziyyəti evli olarsa nikah haqqında şəhadətnamə, əgər varsa keçmiş Sovet pasportu, 50 yaşa kimi bəy vətəndaşlar üçün hərbi bilet, yaşayış yeri üzrə qeydiyyata alınacağı əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd, mülkiyyətçinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsi və dövlət rüsumunun ödənilməsi barədə qəbz. Mülkiyyətçi sənəd qəbulu mərhələsində iştirak edirsə, şəxsiyyət vəsiqəsini təqdim edərək xidməti pəncərəsində razılıq ərizəsini yaza bilər. Mülkiyyətçinin iştirakı mümkün olmadıqda, razılıq ərizəsi əvvəlcədən notariat qaydasında təsdiq olunaraq təqdim oluna bilər. Qeyd edək ki, sənədlər təqdim olunan zaman vətəndaşlıq barədə mənsubiyyət arayışı da tələb oluna bilər. Bu sənədi istənilən Asan Xidmət Mərkəzindən əldə olunması mümkündür. Şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa 70 manat, 3 iş günü müddətinə hazırlanırsa 50 manat, 10 gün müddətinə hazırlanırsa 5 manat dövlət rüsumu təşkil edir. Şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı şəkil Asan Xidmət Mərkəzində xüsusi aparat vasitəsilə ödənişsiz olaraq çəkilir.